Salamlar hər kəsə. Bugünkü dərsimiz Böyük Moğol İmperiyasıdır. Bilirik ki, Moğol dövləti Dehli Sultanlığına son qoyaraq yaradılan dövlətdir. 1526-cı ildə Panipat döyüşündə Kabul hakimi Zirəddin Babur İbrahim Lodiyə qalib gələrək dövlətin əsasını qoydu və dövlətin ilk paytaxtı Aqra şəhəri oldu və bundan sonra isə dövlətdə gücləndirmə tədbirləri həyata keçirəcəkdir. Bilirik ki, bu dövlətdə türk mənşəli dövlət idi. Həm Dehli, həm də ki, Moğol dövləti türk mənşəli dövlət olubdu. Dövlətdə üstünlüyü türklər təşkil ediblər. Babur Şahın hakimiyyəti dövrünə nələr aiddir, onlar haqqında danışaq. Şimali Hindistanın bir hissəsini özünə tabe etdi. Kabulu da öz ərazisinə qatdı və Hind hakimlərinin məğlub edərək hakimiyyətini daha da gücləndirdi. Bu, Dehli Sultanlığından fərqli olaraq İslam dinini zorla yaymadı, zorla yaymadı və cizyə vergisini ləğv etdi. Hakimiyyətdə vurğuladığımız kimi Hinduslara yer verdi, yəni Hindusların hakimiyyətin yuxarı vəzifələrinə keçməyinə və orada xidmət etməklərinə icazə verdi. Yəni türklərə yalnız yox, Hinduslara da icazə verdi ki, idarəçilikdə iştirak etsinlər. Bu vaxta qədər Hinduslar vəzifələrdə iştirak edə bilmirdilər, üstünlük türklərdə idi. Bunun hakimiyyətin dövründən başlayaraq isə Hinduslara icazə verildi ki, hakimiyyəti iştirak etsinlər. Dövlət, Moğol dövləti mərkəzləşmiş dövlət idi, mərkəzləşmiş feodal monarxiya idi. Yəni biz bunu Dehlidə demirik, vurğulanmış kitablarda, lakin Moğol dövlətində deyirik ki, mərkəzləşmiş feodal dövlət idi. Hakimiyyət qeyri-məhdud idi, hökmdarın hakimiyyəti və bütün işğal edilmiş torpaqlar dövlət fonduna daxil edilirdi. Babur Şahın Baburnaməsi vardı. Onun dövründən başlayaraq Pakistan xalqının tarix səhnəsinə çıxması yəni baş veribdir. Bilirsiniz, Pakistan bu hissədədir, Hindistanın şimal-qərb hissəsindədir və Pakistan xalqının tarix səhnəsinə çıxması Moğol dövlətinin yaranmasından sonra baş veribdir. İndi isə biz Əkbər Şahın hakimiyyəti dövründən danışaq. Əkbər Şahın hakimiyyəti dövrü Qızıl dövr adlandırılır, ən güclü dövrdür. 1556 1605-ci illərdə hakimiyyətdə olubdur. Onun hakimiyyəti dövründə ölkə daxilində bəzi tədbirlər gördü, dini dözümlülük göstərdi, yəni bu dövrdə dini dözümlülüklə dövləti daha da möhkəmləndirdi, hüquq bərabərliyini təmin etdi. Dediyimiz kimi, bu da Hindusların dini etiqadına hörmət edirdi, qarışmırdı. Vahid qanunlar qəbul etdi və vahid ölçü-seçki pul sistemi yaratdı. Siz özünüz burada hansı hökmdarlar vahid qanunlar qəbul edib, vahid ölçü-seçki sistemi yaradıbdır, sadalayarsınız və həmçinin də vergi islahatı keçirdi. Üstə bir qədər vergi alınmağa başladı məhsuldan. Vergini mərkəzlərdən, kəndlilərdən pul almağa başladı. Mərkəzi əyalətlərdən, kəndlilərdən pul almağa başladı. Bu isə pul alınan hər bir vergi iqtisadi münasibətləri daha da inkişaf etdirir, belə deyək. Vergi yığılmasını cagirdarlara həvalə elədi və onlar bu yığılan vergidən qoşun saxlayırdılar, belə deyək ki. Ümumiyyətlə, Əkbər Şahın hakimiyyəti dövründə dövlət daha da möhkəmləndi. İndi isə biz onun xarici siyasətindən danışaq. Hakimiyyəti dövründə Qucaratdır, Benqaliyadır, bundan sonra Çeşmirdir. Bu kimi ərazilər, Çeşmir indi mübahisəli bölgədir Pakistanla Hindistan arasında, belə yada saxlayın. Bu kimi əraziləri özünə birləşdirdi. Həmçinin də şimali və mərkəzi Hindistanı tabe etdi. Əfqanistanın bir hissəsini, bu isə Kabul ərazisi Əfqanistanda özünə tabe etdi. Və Osmanlı, Səfəvi, Özbək, Portuqaliya dövlətləri ilə daha da yaxınlaşdı, dostluq əlaqəsi qurdu. Onun varisləri dövründə isə, bax, Əkbərin yox, onun varisləri dövründə bütün Hindistan tabe edildi, belə deyirik. Deməli, bütün Hindistanı özlərinə tabe ediblər. Lakin zagirdarların iri torpaq sahələrinin, irsi torpaq sahələrinin olması dövlətin gəzişdə parçalanmasına, balaca müstəqil dövlətlərə bölünməsinə gətirib çıxarıbdır və Böyük Moğol dövləti
18-ci əsrdən dağılma prosesinə qədəm qoyubdur. Və biz Böyük Moğol İmperiyasının parçalanmasını, süqutunu tamamilə götürürük. 1858-ci il ilə Sipahilər üsyanı olacaqdır İngilis müstəmləkəçiliyinə qarşı. Bu zaman isə fürsətdən istifadə edərək Böyük Moğol dövlətinin 58-ci ildə son qoyacaqlar. Lakin bundan qabaq da dediyimiz kimi dövlət parçalanmışdı və İngilis işğalına məruz qalacaqdı Böyük Moğol dövləti. Belə deyək. Burada isə veribdir ki, mənbənin içərisində Əkbər şahın hakimiyyəti dövründə ibadətxana 1575-ci ildə paytaxtda ibadətxana yaradılıbdır və onun dövründə dediyimiz kimi dini ünsürlərə üstünlük verilibdir. Bu da oldu Monqol dövlətində ən qüdrətli hökmdarlar, Babur şahın və Əkbər şahın hakimiyyəti dövrləri, yeritdikləri siyasətlər, deməli və dövlətin möhkəmləndirmək üçün gördükləri tədbirlər. İndi isə ölkədə torpaq mülkiyyət formaları haqqında danışaq. Torpaq mülkiyyət formalarından dövlət xalicə torpaqları var idi, dövlətə məxsus olan torpaqları idi. İşğal olmuş bütün torpaqlar xalicə torpaqlarına daxil edilirdi. Belə deyək, Cagir var idi, xidmətə görə verilirdi, şərti torpaq mülkiyyət forması idi və Cagir torpaqları əsasən xalisədən verilirdi. İqtidadan fərqli olaraq böyük ərazilərə əhatə edirdi və çoxu da müsəlmanlara verilirdi. Zəmindarlıq var idi ki, bu da Hind knyazlarına verilirdi, şəxsi torpaqları idi. Hind knyazlarının soyurqal və mülk isə sufi dərvişlərin, müsəlman ruhanilərin irsən keçən torpaq mülkiyyət forması idi. Baxın, bunu vurğulayaq ki, soyurqal torpaq mülkiyyət forması Ağqoyunu, Qaraqoyunu dövlətində olub, xidmətə görə verilibdir və burada irsən keçirdi Ağqoyunu, Qaraqoyunu da. Burada amma sufi dərvişlərə, həmçində müsəlman ruhanilərə verilirdi. Hər ikisinin oxşar cəhəti irsən keçməyi idi. Lakin Ağqoyunu, Qaraqoyunu da xidmətə görə verilirdi. Burada isə müsəlman ruhanilərə verilirdi. Zəmindarlığın da bayaq dedik, deməli Hindli dövlətində Hindlilərə daha doğrusu burada verilirdi, Hind knyazlarına. Amma Dehli dövlətində müsəlmanlara verilirdi. Yəni bu da Dehli dövləti ilə bu dövlətdə zəmindarlıq torpaq mülkiyyət formasının fərqidir. Xidmətə görə verilməsi hər ikisi oxşar cəhətdir, lakin birində Hindlilərə, birində isə türklərə verilməsi fərqli cəhətidir. Moğol dövlətindən bu qədər. Sağ olun.